Tamamilə haqlısınız. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Türkiyə ilə biz müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. Halbuki bizim müttəfiqlik münasibətlərimiz uzun illərdir davam edir. Ancaq biz bunu rəsmi prosedurla təsdiq etdik. İsrail də Azərbaycan üçün dost ölkədir. Uzun illərdir ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə özünü büruzə veribdir, nümayiş etdirilibdir. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Bu artıq bəlli bir faktdır. Biz bunu rəsmi şəkildə bəyan etməmişik, ancaq bu kifayət qədər işıqlanıbdır. Bu iki ölkənin ilk dəfə arasında baş verdiyi barışıq Türkiyə və İsrail arasında Azərbaycan burada vasitəçilik etmişdir. Bugün iki ölkə arasında baş verənlər ilk böhran deyil. Bu artıq ikinci böhrandır. Yaxın keçmişə nəzər salsaq, ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Təkcə burada Azərbaycan tək deyildir, ancaq biz aparıcı rol oynadıq. Bu qapalı qapılar arxasında baş verirdi. Biz bununla heç vaxt öyünmədik, bunu ictimailəşdirmədik. Sadəcə olaraq bizim qardaş və ittifaqımız və müttəfiqimiz Türkiyə və İsrail, dost İsrail arasında münasibətlər bərpa edilməli idi. Bildiyiniz kimi, bunun normallaşmanın da nəzərə çarpacaq əlamətləri var idi. Cənab Herzog, İsrailin prezidenti Türkiyəyə səfər etdi. O zaman Prezident Ərdoğanla görüşdü və Prezident Ərdoğan həmçinin baş nazir Netanyahu ilə New Yorkda da görüş keçirdi 2 il bundan öncə. Yəni, bugün biz növbəti bir deja-vu ilə üzləşirik. Bizim hərəkətlərimizin alqoritmi bəllidir və əlimizdən gələni edəcəyik ki, burada hər hansı bir şəkildə yardımcı ola bilək. Hal-hazırdakı mərhələdə bundan artıq nə isə demək məqsəd uyğun olmaz. Çünki bu ilk növbədə iki ölkə arasında olan münasibətlərdir və onların qərarı olacaqdır ki, hər hansı bir prosesi ictimailəşdirsinlər. Və yenə də deyirəm ki, normallaşmanın ilk raundu zamanı biz tam sükutariyyət etdik və pərdə arxası fəaliyyət göstərdik. Təsəvvür edə bilərsiniz ki, bugün də bənzər proseslər davam edir və biz ümid edirik ki, proses normallaşacaq. Bu heç vaxt yaxşı hal deyil ki, dost ölkələr arasında ziddiyyətlər olur. Bu təkcə onlar üçün pis deyil. Həm bizim üçün, həm dünya üçün mənfi bir haldır və burada legitim narahatlıqlara baxmayaraq və etimadsızlıq mühitinə baxmayaraq, yenə də burada normallaşma üçün təməllər müəyyən edilə bilər və qarşılıqlı maraq kəsb edən sahələr də müəyyən edilə bilər və zənnimcə bu proses dayanmamalıdır və davamlı olmalıdır və Azərbaycan əlindən gələni edir ki, burada vasitəçi rol oynaya bilir.